Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli şagirdlər, hər birinizi yenidən xoş gördük. Dünən qrupda həndəsə aid bir sual paylaşmışdım. Onun izahını verməyə çalışacağım. Diqqətlə qulaq asın. Sual gördüyünüz kimi belədir. AB ilə F-Y paralel olarsa, şəkildə verilənlərə əsasən x neçə dərəcədir? Bunu tanımaq tələb olur. Burada mənim yanaşmam necə olur uşaqlar? Yanaşma belə olar ki, AB-ni də paralel tərəfdə AB-ni də uzadaram. F-ni də uzadaram. Yenə paralellik, yəni gözlədim. Paralellik qaldı. İndi burada baxıram. 34 dərəcədə. 34 dərəcənin qonşusu neçə dərəcə olacaq uşaqlar? 180 dərəcədə birinci qonşu bucaqların cəmi. 34 dərəcə olacaq neçə? Olacaq 146 dərəcə. Bura oldu 146. Bunun qonşusu 146. Bəs bu bucaq neçə dərəcə olacaq uşaqlar? 26-dır qonşusu olacaq 154 dərəcə. Düzdürmü? Bəli, düzdür mənim. Bura 146 oldu, burada 154 oldu. Düzdürmü? Bəli, düzdür. Bəs uşaqlar biz bilirik ki, iki paralel düz xətt arasında, yəni olan yaratdığı bucaqlarda iki paralel düz xətt arasında qalan bucaqların cəmi nəyə bərabərdir? Cəmi 180 dərəcə vurulsun, n çıxılsın 1. N nədir burada? N həmin paralel düz xətt arasında qalan bucaqların sayı. Burada neçə dənə bucaq var? 146, 10x, 14x, 154. 4 dənə bucaq var. Yəni 180 dərəcə vurulsun, 180 dərəcə vurulsun. 4 çıxılsın 1. Bərabər oldu nə? 180 vurulsun 3. O da bərabərdir 540-a. Demək, iki paralel düz xəttin arasında qalan bucağı burada neçə dərəcə oldu? 540. Əgər 5 dənə olsaydı uşaqlar 180 dərəcə vuraq 5 minus 1. 3 dənə olsaydı həmin paralel düz xətt arasında qalan bucağı yazacaqdı nə? 180 vuraq 3 çıxaq 1. Yəni paralel düz xəttlərin arasında qalan bucaqların cəmini belə tapırıq. Oldu neçə dərəcə? Burada hal-hazırda 540 dərəcəlik bucaqlar var cəmsi. İndi mən baxıram. Demək 146 dərəcə üstə gələk 10x üstə gələk 14x üstə gələk neçə? Üstə gələk 154. Bərabər nə? Cəm neçə dərəcədir? 540 dərəcə. 540 dərəcəni yazırıq. Buradan yazıram 24x bərabərdir 540 bərabərdir. Çıxılsın. Neçə? 146 üstə ilə 154 nə eləyir? 300 eləyir. 300 çıxıram. 24x bərabər nə? Bərabər oldu 240-a. Düzdür. Bəli, mən düzdür. X neçə dərəcə oldu? Uşaqlar, x oldu 10 dərəcə. Bizə x tanımaq tələb olunurdu. X-in dərəcəsi oldu 10 dərəcə. İnanıram.